Ukrayna tədricən müharibəni Rusiya ərazisinə keçirir və artıq Rusiya Federasiyasının hər yerində hava zərbələrinin səsi eşidilir. Bu günlərdə Moskva bölgəsində ölkənin hərbi infrastrukturuna yönəlmiş 250-dən çox hava obyekti qeydə alınıb. Bu fikirləri Ukrayna mediasının açıqlamasında Müdafiə Nazirinin müavini Aleksey Viskub deyib. Viskub qeyd edib ki, Ukrayna tədricən müharibəni Rusiya ərazisinə keçirir. Təcavüzkarın hərbi infrastrukturuna sistematik şəkildə zərbə endirir. Buna cavab olaraq Kreml həmişəki kimi isterik və xaotik şəkildə Ukraynadakı mülki obyektlərə zərbələr endirməyə çalışır. O xatırladıb ki, bu yaxınlarda Rusiya hərbi və kimya sənayesinin raket, dron və partlayıcı maddələrin istehsalını təmin edən bir sıra əsas obyektlərinə zərbə endirilib. Xüsusilə Ukrayna Bryanskdakı Kremniy el zavoduna hücum edib. Hazırda raket və dronlar üçün komponentlər istehsal edən zavod təmin olunmaz hesab olunur. Nazir müavini aydınlıq gətirərək qeyd edib ki, Rusiyada yalnız 2 belə zavod var. O, həmçinin qeyd edib ki, ən uzaq məsafədən zərbə Ukraynadan 1500 kilometr çox məsafədə Perim ərazisində yerləşən kimya sənayesi müəssisəsi Metafraksə endirilib. Nazir müavini vurğulayıb ki, dünyanın diqqəti yaxın şərqdəki hadisələrə yönəlsə də, demək olar ki, bütün Rusiyada hava hücumları barədə xəbərdarlıqlar edilir.